Axşamınız xeyir, sənin səsinə baxırsınız. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısının açılış mərasimində görüşüblər. Görüşün hələlik detalları açıqlanmır. Azadlıq Radiosu yazır ki, Azərbaycan İctimai Televiziyasına müsahibə verən Paşinyan deyib ki, qonşu ölkələrə qarşı heç bir ərazi iddiaları yoxdur. Ermənistan tərəfi Minsk qrupunun buraxılması ilə bağlı təklifə isə hər hansı mənfi münasibət bəsləməyərək sülh sazişinin indidən imzalanmasını mümkün sayır. Politoloq Əhməd Əlli Meydan TV-yə müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu sülh müqaviləsinin gələcəyi üçün problemlər yarada bilər. Ona görə də Minsk qrupunun buraxılması sülh üçün atılan əsas addım sayılmalıdır. Azərbaycan tərəfinin belə deyim, uzun müddət yəni o diplomatik təcrübəsi onu göstərir ki, ATƏT Minsk qrupu ilə bağlı olan məqamlar çox zaman heç də Azərbaycan-Ermənistanın sülh prosesinə aid olmayıb. ATƏT Minsk qrupu həmçinin Rusiya, ABŞ və Avropa İttifaqının ayrı üzvləri, xüsusən Fransa arasında müəyyən bir əməkdaşlıq platforması olubdur və çox zaman bu Moskva, Vaşinqton və Paris arasında müəyyən bir əməkdaşlığı göstərməkdə ötürü bu platforma göstərilib, amma əslində Azərbaycan-Ermənistan sülh prosesi bu istiqamətdə hər hansı bir, belə deyim də, Azərbaycanın arzuladığı istiqamətdə xeyir görmür. Ona görə Azərbaycan çalışır ki, bundan mümkün olan qədər sürətlə xilas olsun, ATƏT Minsk qrupunu sıradan çıxarsın ki, gələcəkdə hər hansı bir formada sülh prosesinin irəlilənməsi üçün təhdid olmasın. Tiranada keçirilən zirvə toplantısını şərh edən siyasətçi Kamran Cəfərov deyir ki, bu tədbirdə əsas məsələ Rusiyaya qarşı yeni embargoların, sanksiya və ortaq təzyiq mexanizmlərinin müzakirə edilməsidir. Rusiyaya qarşı yönəlmiş belə tədbirdə İlham Əliyevin iştirakı isə iki ölkə arasındakı gərginliyin dərinliyindən xəbər verir. İlham Əliyev orada iştirakı ciddi məsələdir. İlham Əliyev orada Nikol Paşinyanla da görüşüb, ayaqüstü Emmanuel Macronla da görüşüb Fransanın prezidentindən və Azərbaycan belə deyək, hökumət yönlü kütləvi informasiya vasitələrində İlham Əliyevin Paşinyanla görüşü belə müzakirə olunur, hansısa davranışlar, hansısa ifadələr, replikalar. O cümlədə Macronla da ayaqüstü görüş, həmsöhbət olması müzakirə olunub. Yəni bizim mənsöhbət hakimiyyət yönlü Kiyevlərdən gedir. Amma məsələnin mahiyyəti tamamilə fərqlidir. Məsələnin mahiyyəti ondadır ki, İlham Əliyev ümumiyyətlə oradadır. Yəni bu sammit sırf Rusiya qarşı yönəlib, orada Rusiya qarşı çox ciddi addımlar, yeni mexanizmlər müzakirə olunur və fikir vermişsinizsə sammitdə Starmer, Macron, Tusk, deməli Merz, hətta Zelenski Erdoğanla İstanbulda görüşdən sonra Zelenski Erdoğanla birlikdə gəliblər Tiranaya. Yəni bu sammit bu qədər strateji əhəmiyyətlidir. Və İlham Əliyevin orada olması bir mənalı olaraq bu siyasi mesaj da demək olmaz. Nəinki mesaj, mesajdan daha üstün bu siyasi mövqedir. Rusiya prezidenti Putin sülh danışıqları üçün İstanbula getməyib. Onu Ukrayna ilə danışıqlarda köməkçisi təmsil edir. Kreml belə açıqlayıb. Putin İstanbula gəlsəydi, ABŞ prezidenti Donald Trump da bu görüşə qoşulacağını demişdi. Mayın 11-də Putin özü Zelenski ilə sülh danışıqlarına çağırış etmişdi. Zelenski də İstanbulda onu şəxsən gözləyəcəyini demişdi. 40 günlük aclıq aksiyasından sonra səhhətində ciddi problemlər yaranan siyasətçi Tofiq Yaqublu hələ də mülki xəstəxanaya köçürülməyib. Qızı Nigar Həznin Meydan TV-yə bildirdiyinə görə bununla bağlı dəfələrlə müəssisə rəhbərliyinə və penitensiar xidmətə edilən müraciətlər nəticəsiz qalıb. Qeyd edim ki, Tofiq Yaqublunun növbəti məhkəməsi mayın 20-sində keçiriləcək. Biz daha çox ondan narahatıq ki, 40 gün 65 yaşlı bir adam üçün aclıq etmək çox ciddi fəsadlar törədir və xüsusən də ki, belə bir vəziyyətdə. Eyni zamanda biz tibb baş idarəsinin bu aclıq dönəmində onların rəyini də gördük və bizə davamlı olaraq deyirdilər ki, vəziyyəti stabildir. Amma nəzərə alın ki, mən Tofiq Yaqublunun həqiqətən də son saatlarına gedib çatmışdım. Yəni onu aclığı dayandırması üçün onu rahat salanda artıq o son saatlarını yaşayırdı. Amma bundan belə bizə deyirlər ki, vəziyyəti stabildir, təzyiqi normaldır. Yəni belə bir qurumun nəzdində olan və onların nəzarətində olan bir müəssisədə
Tofiq Yaqublunun səhhəti necə yaxşı ola bilər və kim zəmanət verə bilər ki, bu qədər aclıqdan sonra Tofiq Yaqubluda hər şey yaxşıdır. Mayın 20-sində isə daha bir məhkəmə, Talış tarixinin tədqiqatçısı İqbal Əbilovun məhkəməsi baş tutacaq. Mayın 2-sində Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror İqbal Əbilova 19 il hökm istəyib. Belarusda yaşayan İqbal Əbilov 2024-cü ilin iyulun 22-sində Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur. Özü isə bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir. Azərbaycan Talışlarının İctimai Şurasının həmsədri hüquqşünas Ataxan Əbilov isə deyir ki, İqbal Əbilovun məhkəmə gedişatı bir sıra fundamental, ədalətli, şəffaf məhkəmə prinsiplərinin pozulduğu şəraitdə keçirilir. Müdafiə tərəfinin təqdim etdiyi sübutlara və vəsadətlərə lazımi prosesual qiymət verilmir, onlar rədd edilir. Belə bir vəziyyətdə ittihamın sübut olunması üçün təqdim edilən dəlillərin mötəbərliyi və hüquqi əsaslığı özü-özlüyündə şübhə doğurur. Dövlət ittihamçısı tərəfindən İqbal Əbilovun 19 il müddətinə azadlıqdan məhrum etmə cəzası istənilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları, məxsusən 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi əsasında cinayət məsuliyyətinə cəlb etmə və cəza təyin etmə yalnız və yalnız məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmış sübutlar əsasında qanunvericiliyin müddalarına və ədalət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. Mövcud iş üzrə isə irəli sürülən ittihamların sübut dərəcəsi, məhkəmə prosesinin şəffaflığı, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunma səviyyəsi nəzərə alındıqda, ittiham tərəfinin tələb etdiyi cəza müddəti hüquqi baxımdan adekvat və proporsional hesab edilə bilməz. Ermənistan Hakim Partiyasının deputatı məcburi hərbi xidmət müddətini əhəmiyyətli dərəcədə azaltmaq üçün çağırışçıların dövlət büdcəsinə pul ödəməsinə icazə verilməsini təklif edib. Deputat Hayk Sarkisyanın təklifinə görə çağırışçılar dövlət büdcəsinə $38.000 ödəməklə 24 ayın yalnız 6 ayını ya da $51.000 ödəməklə bir ay xidmət edə biləcəklər. Kürdistan Fəhlə Partiyası, yəni PKK silahlı fəaliyyətinə son verdiyini açıqlayıb və təşkilatın buraxıldığını açıqlayıb. Bu qərar təşkilatın 12-ci qurultayında qəbul edilib və Abdullah Öcalan tərəfindən səslənən çağırışa cavab olaraq həyata keçirilib. Mayın 12-sində yayımlanan bəyanatda PKK 40 illik silahlı mübarizənin tarixi missiyasını başa vurduğunu və Kürd məsələsinin artıq demokratik siyasət çərçivəsində həll oluna biləcək bir mərhələyə gəldiyini bildirib. Bu həftəlik bu qədər, növbəti həftə görüşərik. Hələlik.